Aleykümselam. Qardaş soruşur ki, Ammarı zalım, azmış tayfa öldürəcək hədisinə nə cavab verə bilərsiniz? Zaten yəni Muaviyə ilə Əli arasında olan məsələdə biz Muaviyyənin tərəfinin azmış olduğuna Əhl-i və Cəmaət da deyir zaten. Yəni bəğilər, yəni tayfə bəğiyyətinlər. Azmış tayfa. Yəni bu məsələdə mütləq mənada deyil. Və Ammar Əli tərəfdən vuruşurdu. Muaviyə tərəfdən isə onu Əbul-Qadirə deyilən bir şəxs öldürür. İndi o barədə danışacağım, Əbul-Qadirə kimdir? Və Əli radiyallahu anh'ın haqlı olması zaten Əhl-i və Cəmaətin görüşüdür. Yəni bu barədə Əhl-i və Cəmaət icma edib ki, açıq hədislər var. Peyğəmbər sallallahu əleyhi və səlləm işarə edib ki, bu iki tayfa arasında yəni vuruşduqda biri azmış olacaq. Bunu bildirir Peyğəmbər sallallahu əleyhi və səlləm. Amma burada müəyyən məsələlər vardır. Məsələlərdən birincisi odur ki, bu hədisin mənası zaten Allah Subhanahu taala'nın Hucurat surəsində dediyi və in taifatan minel mu'minin iqtatalu fa aslihu beynehuma və in bagat ihdahuma al-ukhra fa qatil tabqi hatta tafi'a ila emrillah. Yəni o ayə, Hucurat surəsindəki ayə, əgər iki mömin tayfa bir-birinə vuruşarsa, nə edir? Onlar arasını islah edir. Yəni onlardan biri, yəni o iki mömin tayfadan biri digərinə qarşı həddi aşarsa, özü də təbği, yəni elə bəğa sözündən, yəni həddi aşmaq mənasında azarsa, eyni elə həmin o hədisdəki eyni sözləndir. Azarsa, onda nə edir? Onu artıq nə edir? Haqqa qaydana qədər, Allahın əmrinə qaydana qədər onunla vuruşun. Zaten yəni Allah Subhanahu taala'nın bu ayədə dediyi murad elə məhz səhabələr arasındakı fitnə barəsindədir. Allah Subhanahu taala iki mömin tayfanın vuruşmasını bildirir və onlardan birinin də həddi aşmasını bildirir, azmasını bildirir. Və buna baxmayaraq ikisində mömin tayfa adlandırdı. Aydındır? Və bu baxımdan da, yəni əgər biz deyirik ki, biz hər ikisinə deyirik ki, zaten Əhl-i və Cəmaətin mövqeyi odur. İki tərəf müsəlmanlar idi. Çünki Əli radiyallahu özü onları təkfir eləməmişdi. Onlar birbirini təkfir eləməmişdi heç vaxt. Əli radiyallahu nəinki onları, hətta xavaricilər təkfir eləməmişdi. Həmin dövrdə xavaricilər var idi, bir də buğatlar var idi. Buğatlar, yəni Muaviyyənin dəstəsi idi. Xavaricilər isə bildiyimiz xavariclərdir, hansı ki Əli radiyallahu da sonunda Abdurrahman İbn Muljim kimi xavaric öldürdü. Ondan qabaqda yəni Osmanlı öldürmüşdülər. Aydındır. Buna baxmayaraq Əli radiyallahu onları yenə də neynədi? Kafir görməmişdi. O ki qaldı bunlara gəlincə isə bu iki tayfa arasında iki mömin tayfanın arasını düzəldin ayəsi. Və in taifatan min tatalu fa aslihu beynehum bagat ihtahuma al-ukhra fa qatil tabqi hatta tafi ila amrillah fa in fat faslihu beynehum bil-adl wa aqsitu innallaha yuhibbul muqsitin innamal mu'minun ikhwa. Deyir onlardan biri həddi aşarsa onun haqqı Allahın əmrinə qaydana qədər vuruşun. Və qaydarsa nə edin? Onlar arasında ədalətlə islah edin. Aslihu bil-adl wa aqsitu. Adil olun. İnnallahu yuhibbul muqsitin. Allah adilləri sevir. Sonra da Osmanlı davamıca nə deyir? Bu ayənin davamıca deyir ki, möminlər qardaşdılar. İnnel mu'minu ikhwa asli beyne xavikum vettekullaha la'allakum turhamun. Möminlər həqiqətində qardaşdılar, ancaq qardaşdılar. Onların arasını düzəldin. Allahdan qorxun ki, qardaşlarınız arasını düzəldin. Allahdan qorxun, Allahdan qorxun ki, Allah sizə rəhm eləsin. Və bu ayənin də mənasında Peyğəmbər sallallahu əleyhi və səlləmin ikinci bir sözü var. O da Həsən barəsindədir. Həsən nə deyir? Deyir ki, bu balam seyyiddir. Bu balam seyyiddir və o iki tayfanı barışdıracaq. Aydındır. İndi burada fikir verin. İki tayfanın barışdırması, yəni bu ayəyə düppədüz uyğun gəlir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu iki tayfanın ancaq mömin olarsa barışdırmasını, yəni doğrudan da müsəlman olarsa barışdırmasını tərif eləyərdi. Yoxsa kafirlə mömin arasını barışdırmaqda nə fayda var ki? Aydındır. Peyğəmbər sallallahu əleyhi və səlləmdə hədis elə bayaqki Hucurat surəsindəki bayaq dediyim ayənin davamındakı ayə, möminlər həqiqətən qardaşdır, onların arasını qardaşların aranı düzəldin.
və həmçinin ondan əvvəlki ayədə onlardan biri hədd aşarsa, azarsa onları islah edin, qayıdarsa artıq nə edin? Onlar arasında ədalətlə düzəldin. Həsənin də əməli ilə bu Quran ayəsinə uyğun gəldiyinə görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənim bu balam seyyiddir və o iki tayfanın arasını barışdıracaq, düzəldəcək. Və Həsən radiyallahu anhu da hakimiyyətdən əzl eləyir, yəni imtina eləyir ki, Muaviyyənin Şam dəstəsindən Əlinin dəstəsi neynəsinlər, bir-birindən barışsınlar, aralarını barışdır və ondan sonra o fitnə yatır. Aydındır və əgər lakin bunların ikisi də kafir olarsa və ya misal bunların biri mömin, digəri kafir olarsa, onda bu barışmaqda heç bir fayda yoxdur. Bunun təriflənməsi, bunun seyid, böyük bir əməl olması təriflənmir. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm nə etdi? İki mömin tayfasını barışdırdığına görə, arasını düzəltdiyinə görə, düzəldəcəyinə görə gələcəkdə Risalə möcüzə kimi xəbər verdi və doğrudan da Həsən bunu elədi. Amma baxaq, yəni, məsəl üçün, Xavariclər barəsində. Xavariclər də azmışlar və lap şiddətli azmış tayfaydılar. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm onlarla aranı düzəltmək barəsində heç vaxt, yəni, bir şey demədi. Əksinə dedi, onları harada görsəniz, onları öldürün, onlar cəhənnəmin köpəkləridirlər. Yəni, aydındır. Amma Şam dəstəsi, Muaviyyənin dəstəsi barəsində nə dedi? Həsən radiyallahu anh özünü eləmədi ki onu. Həsən radiyallahu anh qorxmurdu. Həsən radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləmin nəvəsi idi. Qureyş nəslindən idi. Əlinin oğluydu. Həmzənin qardaşı oğluydu. Aydındır, qardaşı oğluydu, nəvəsi idi. Belə bir insan qorxmazdı. Lakin Hucurat surəsindəki ayə əməl etmək üçün onun arasını barışdırdı. Peyğəmbər sallallahu əleyhi və səlləm sözünü əməl etmək üçün onun arasını barışdırdı. Amma Xavariclər barəsində baxın, Xavariclər barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm bircə dəfə də demir ki, onların arasını düzəldim. Əksinə deyib onları harada gördünüz, öldürün. Onlar yaydan çıxdıq, yay yəni şikardı basıb keçdiyi kimi, o tərəfinə keçdiyi kimi onlar da dinlə elə çıxacaqlar. Baxmayaraq ki, Əli rəziyallahu kafir eləmədi, lakin Peyğəmbər sallallahu əleyhi və səlləm onlar barəsində danışanda sallallahu əleyhi və səlləm onlar barəsində danışanda əksinə qəzəbli və şiddətli danışdı. Amma Muaviyyə dəstəsi barəsində bəli dedi, azacaqlar. Azmış tayfa belədir və digər hədislər də var bu barədə. Lakin dedi ki, onların arasını barışdıranı təriflədi. Onların arasını barışdırmağa Həsəni nədir? Şücaətləndirdi, həvəsləndirdi. Bu da göstərir ki, bunlar ikisi də mömin tayfa idi. Aydındır. Necə ki, ayə də bunu deyirdi zaten. Və burada bir məsələ qalır. Yaxşı, Ammarı şəxsən öldürən insanın odda olmasına gəlincəksə, burada da bir başqa bir ixtilaf var. Onun adı Əbul-Qadiradır. Əbul-Qadira, Peyğəmbər sallallahu əslində bu Ammar hədisini gətirənlər çoxu yəni bu məsələni bilmirlər. Sadəcə əlavə eləyək ki, birdən qabaqlarına çıxar, indidən deyək. Əbul-Qadirə Ammarı öldürən oddadır. Aydındır. Belə bir bu mənada bir hədisi var. Və orada da müşkəl çıxır ki, əgər Əbul-Qadirə sahabə idisə, necə sahabə odda ola bilər? Aydındır. Buna gəlincəksə, bunun da bir neçə cavabı var Əhl-Sünnə. Birinci görüş odur ki, Əhl-Sünnə vəl cəmaatda o sahabə olmayıbdır. Sahabələrdən deyildi. Yəni ona görə də yəni mömini öldürən kimi cəhənnəmə düşməsi labüddür. Amma sahabələr misal üçün hətta bir-birini görsən öldürsə belə, onların yəni keçmiş günahları, keçmiş sahablarına görə gələcək günahları, şirkdən aşağı bütün günahları, dindən çıxartmayan bütün günahları bağışlanır. Amma Əbul-Qadirədə sahabə deyil, sahabə idisə burada bu bir yəni fikri bir müşkil çıxır ortaya. Birinci cavabı odur ki, Əhl-Sünnə sahabə deyil. Bunu da yəni müdafiə ilə buraya müdafiə edən çoxlu alilər var. İkinci rəy odur ki, o yəni sahabə idi. O əməlinə görə, yəni cəhənnəmi haqq etdi. Amma indi bir hədis gəlir, bir ayə gətirəcəm. وَمَنْ قَتْلَ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاهُ جَهَنَّمْ خَالِدًا فِيهَا وَغَضِبَ اللّٰهُ عَلَيْهِ وَلَعَنَهُ وَعَدَّ لَهُ عَذَابًا. Həmin ayədə yəni ki, bir insan mömini öldürərsə, ayənin axırını unutturuldum daha doğrusu. Bir insan mömini öldürərsə, onun yeri nədir? Cəhənnəmdir əbədi olaraq. Bu ayə gəlincə, bu ayədə iki müsəlman bir-birini öldürərsə, iki müsəlmandan biri birini öldürərsə, onda artıq yəni eyni işgal orada da çıxır.
Axı Allah vəd verib, yəni şirkdən aşağı bağışlayır və insan öldürmək axı şirk səviyyəsində deyil. İnsan öldürmək böyük günahdır, amma küfür deyil axı. Bu həm şiələrdə, həm yəni əhl-sünnədə eyni görüşdür bu. Aydındır? Və belə olduğu halda həmin ayənin çözümü necədirsə, o ayənin çözümü, yəni o ayədə ümumi gəldi. Tək kafirdən danışılmır. Kafir zaten yəni cəhənnəmdədir. Orada möminlər, müsəlmanlar söhbət gedir. Çünki o ayədən yuxarıdakı ayədə də məhz elə yəni mömin olan və yəni mömin tayfadan biri olan və kafir tayfadan biri olan müsəlman barəsində danışır və 2 ay tövbə kəffarəsindən və s. ondan söhbət gedir. Aydındır, kim bir müsəlmanı öldürərsə, o ayədən söhbət gedir. Burada müsəlmandan söhbət gedir. Konkret üçün kəffarəsi bildirir və s. Bu ayə yəni, konkret müsəlman barəsində. Və müsəlman barəsində olduğunda o ayənin çıxış yolu necədirsə, heç o səhabələr barəsində yox, adi insanlar barəsində 2 dənə müsəlmandır, biri o birisini öldürdü. Amma tövhid əhlidir. Və misal üçün bu şiələrə görə deyək ki, indi bu şiələr Əliyə inanırsan, sənin bütün günahların bağışlanır. Şiəyə görə Əliyə inanırsa, nədir? Artıq o da girməyəcək də. Adamı bir, yəni başqa bir şiəni öldürsə belə. Aydındır? Bax, eyni onu necə həll edirsə, bu Abulqadirə məsələsində o cür həll edirsiniz. Aydındır? Və onun da cavabı çoxdur. Onun cavablarından birincisi susmaqdır. Biz bilmirik. Yəni Allah Subhanahu deyibdir. İkinci cavabı odur ki, Allah yəni İkinci və ən güclü cavab da odur. Bəli, o günahın cəzası cəhənnəmdir. Lakin müsəlman olduğuna görə Allah Subhanahu taala nə edir? O müsəlmanlığına görə o günahı qiyamətdə keçir. Yəni 2 dənə ayənin arasını cəm eləmək lazımdır. Aydındır? O mən qatl mümin mutəmmin cəzahu cəhənnəm. Yəni kim bir müsəlmanı qəsdən, bir müsəlmanı qəsdən öldürərsə, onun cəzası cəhənnəmdir. Və orada əbədi qalacaq. Aydındır? Bu onun haqq etdiyi bir günahdır. Yəni Allah Subhanahu haqq etdiyi günahı bildirir və sonra o birisi də İnnallahi la yaghfir eyyushraka bi və yaghfir ma dun zalik limen yasha ayəsi. Allah Subhanahu həqiqətən şirki bağışlamır, şirkdən aşağı isə şeyləri bağışlayır. Yəni küfr olmayan şeylərin hamısını bağışlayır istədiyinə. Aydındır? Bu da həmin ayəyə, artıq həmin ayənin altına düşür. Yəni əgər insan tövhid əhlidirsə, insan öldürübsə, o günahı layiqdir, o günaha layiqdir. Lakin Allah Subhanahu taala digər ayə ilə o günahı nə edir? O günahın cəzasını möminə əbədi olaraq vermir. Amma qorxutmaq üçün ki, bu əbədi günahdır. Əbədi, böyük bir günahdır. Yəni əzəmətli bir günahdır. Şirkdən sonra ən böyük, yəni şirkdən və küfrdən sonra küfr olmayan ən böyük günahdır. Bunu bildirmək üçün qiyamət günü soruşulacaq ən böyük əməl digərsə, Allah Subhanahu bu cür yəni ayədə danışıb. Yəni o ayənin həlli nədirsə, bu sahabələrdən Abulqadirənin də Ammarı öldürməsinin həlli budur. Aydındır? Üçüncü isə nədir? Üçüncü hal odur ki, necə ki Şeyx Albani deyir ki, Abulqadirə məsələsinə gəlincə, sahabə olsa belə, o həmin bu hədislə istisna olunur. Aydındır? Əgər məsəl üçün sahabələrdən biri barəsində bu cür, yəni dəqiq hədis gələrsə, müəyyən bir hədis gələrsə, nas gələrsə, aydındır? Nas gələrsə, yox, ittiham yox, bütün sahabələr orada 4 nəfərdən başqa yox. Nasla, dəqiq, səhih hədislə, səhih sənədlərlə gələrsə, onda nə olur? O, ümumi sahabələr barəsindəki fəzilətdən istisna olunur. Və bu da ki, yəni, bu da elə həmin o məsələdir. Zaten, yəni, amma bizim, biz, nə olursa bu 3 məsələnin arasındadır. Lakin bundan əvvəl də biz bilirik ki, məsəl üçün, yəni, Xalid ibn Valid, misal üçün, müsəlman tayfanı öldürür, onlar, yəni, Sabənə deyirlər. O İslama dəvət edir, ona Sabənə deyirlər. Onların dilində bəli, İslama girdi, İslama girmir demək. Amma Xalid isə başa düşür ki, yəni, yox, biz yəni öz dinimizdə qaldıq, Sabə dinində qaldıq. Ona görə onları öldürür. Baxmaraq ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ya Rabbi, mən validin bu əməlindən sənə sığınıram, amma yenə də validi təkfir eləmədi. Xalid ibn Validi, üzr istəyirəm, Xalid ibn Validi təkfir eləmədi. Bu da məsələnin aynısıdır yəni. Yəni öldürübdür, bəli, cəhənnəmlik bir günahdır. Zaten o hadis olmasa belə bir mömini öldürən əbədi cəhənnəmlik olması ayə ilə sabitdir. Lakin o ayənin də cavabında digər ayələr, digər ləfslər var ki, əgər müsəlmandırsa, tövhid əhlidirsə, onda Allahın məşiyyəti altındadır.
Məsələnin də çözümü budur. Xülasəsi odur ki, bəli, iki mömin tayfa bir-birindən vuruşarsa bunlardan bir dəstə digərini öldürür. Əlbəttə, yəni vuruşmaq şeyinin, yəni balışlarla vuruşmurlar ki, qılıncla vuruşurlar da. Həmin dövrdə vuruşmaq ancaq qılıncla vuruşmaqdan söhbət gedirdi. Qılıncla vuruşur, təbii ki, bu lazımdır ki, kimsə ölsün o, yəni ayənin mütabiq mənası yox, lazım mənası, mutadammin mənası, lazım mənası onu tələb edir. Və öldürmək varsa da yenə də insanın hələ də mömin olması, bayaq dediyimiz o adamı, müsəlmanın əbədi cəhənnəm öldürərsə əbədi cəhənnəmdə olar ayəsinin həlli yolundan, bu elə Hucurat surəsindəki ayənin həlli yolları eynidir. Yəni mömindirsə Allah onları yəni əbədi cəhənnəmi eləmir. Baxmayaraq ki, günahları əbədi cəhənnəmlikdir, aydındır, mömini öldürən. Lakin Allah Subhanahu öz rəhmətindən onu bağışlayır. Müsəlmanlar üçün bu xüsusi bir məziyyətdir. Allah daha yaxşı bilir. Zaten xülasəsi odur ki, yəni zaten biz bilirik ki, iki tayfadan biri digərini həddi aşmışdı. O hədis yeni bir şey deyil. Ondan qabaqla ayələr var idi. Eləcə Əbul-Qadir hədisdə yeni bir şey deyil. Ondan qabaq zaten ayələr də var və həmin o ayələrin mənasında Şiə ilə Sünninin zaten ixtilafı yoxdur. Aydındır? Və mənası eynidir. Və hədislərdə bunun gəlməsi də heç nəyə dəyişmir. Allah daha yaxşı bilir.